Salam qızlar, yenə Temu bağlaması ilə gəlmişəm. Bu dəfə burada ancaq pal-paltardır. Demək qızlar, şalvarlar almışam, jiletkalar almışam, futbolka almışam. Həmişəki o pambıq futbolkadan yenə almışam. Fərqli rənglərini alıram həmişə. Demək qızlar, belə bir şalvar sifariş etmişəm. Bu şalvarı o qədər bəyəndim qızlar. Nazik cinsdir, yəni əsl üzüyə gedir də indi. İndən sonra geyiniləsi cinsdir, material yumuşaq. Çox bəyəndim də. Yəni mən həmişə Trendyoldan alırdım. Çox bərk olurdu şalvarların materialı. Elə bir ki, əyninizə geyinirdiniz, qəlib kimi qalırdı insanın əynində. Amma bunlar çox yumuşaqdılar. Bir də bu modeldə şalvar sifariş elədim. Bunun biraz ipləri çıxırdı, düzdür, amma belə özündən belə ipli olduğu üçün məncə çıxır. O da bir dəfə yuyandan sonra artıq çıxmayacaq. Sonra bu pambıq futbolkalardan yenə başqa bir rəngini əldə etmişdim və bu masaj alətidir qızlar, üz masaj eləmək üçün. Onu da belə marağa sifariş etmişdim. Bu da belə bir gloss, bunu da bəyəndim. Demək, baxın qızlar, bu jiletkaları əldə etmişəm. Bunun qiyməti 20 manat idi, səhv etmirəmsə 20 manat, 20 neçə manat idi də, yəni. Bəyəndim, yaxşı idi. Amma bu super idi qızlar, əla idi. Bu biraz bahalı idi, hardasa 50 manat civarı idi. Çox yumuşaq idi qızlar. Əsl indən sonranın malıdır hər ikisi də. Yəni bu dəfəki sifarişimdən çox razı qaldım, hədsiz.